Həqiqi ədədlər. Nə oldu uşaqlar? Həqiqi ədədlər. Birinci həqiqi ədəd nədir? Bütün indiyə kimi gördüyümüz, bildiyimiz ədədlərə həqiqi ədədlər deyilir. 0 olsun, kök altında 4 olsun, 5 olsun, -7 olsun. Yəni, tanıdığınız bütün ədədlər ki var, bunlar nədir? Həqiqi ədədlərdir. Həqiqi ədədlər iki cür olur. Həqiqi ədədlər neçə cür olur? İki cür olur. Bax, uşaqlar, bir, rasional ədədlərdir. İki, irrasional ədədlər. Birinci, irrasional ədədləri izah edəcəm. İrrasional ədədlər. Diqqətlə qulaq asın. Əgər verilən ədəd kökün altındadırsa və kökdən çıxmırsa, buna deyəcək irrasional ədəd. Uşaqdan soruşuram ki, şagird, 5 rasionaldır, irrasional deyil, müəllim, 5-dən kök çıxmır. Deyən bala, bu rasionaldır. Elə demirəm. Əgər verilən ədəd, bax belə, kökün altdadırsa və kökün altdan tam çıxmırsa, bu irrasional ədəddir. Və 2 kök altda 18. 18-i belə yazaram da, 9 vur 2, bu eləyəcək 3 kökdə 2. Gördünüz, tam çıxmır. Deməli, nədir? İrrasional ədəddir. Kök altında, misal üçün, 8. 4 vur 2, 2 kökdə 2. Deməli, nədir? İrrasional ədəddir. Ümumiyyətlə, kök altı ifadəni ayrıca keçəcək. Sadəcə, yüngülvari kökdən mən sizə məlumat verəcəm. Elə belə də, yəni həqiqi ədədlərə lazım olan hissəsini məlumat verəcəm. Deməli, verilən ədəd əgər kökün altındadırsa və kökün altından çıxmırsa, buna deyəcək irrasional ədədlər. Yox. Əgər irrasional ədədlərdən başqa bütün ədədlər varsa, hamısı rasional ədəddir. Bəli. Bax, hərf deyəcəm. Pi bilirik 3,14-dür tərif olaraq da. Təxmini qiyməti 3 götürürlər. Y 2,71-dir. Təqribi qiyməti 2,7 götürülür. Deməli, kökün altında olmalıdır və mütləq kökün altından çıxmamalıdır. Bir də 2 dənə hərfimiz var. Pi 3,14, təqribi qiyməti 3 götürülür. Y təqribi qiyməti 2,71-dir, 2,7 götürülür. Bunlar irrasionaldır. Bundan başqa yerdə qalan bütün ədədlər irrasionaldır. Baxın uşaqlar, nə deyəcəm? Bir də bir şeyin rasional və irrasional olmasını yoxlamaq üçün mütləq sadələşdirmək lazımdır. Baxın, gəlin bir bunları deyəcəm. İndi müəllim, rasional ədədlər nədir? Və baxaq. Rasional ədədlər. 3-də 1 nədir? -5. 2 dövrdə 7. Rasional. Kök altında 0. Kökdə 0-dan 0 çıxır. Kök altında 0 dövrdə 1. Bu nə demək uşaqlar? 9-da 1, bu da 3-də 1. Yekun cavaba baxıram, rasional. Sonra uşaqlar. 2 kökdə 2 çıxılsın kökdə 8. Kökdə 8 nə demək uşaqlar? 2 kökdə 2. Eyni şey bir-birindən çıxanda 0, rasional. Aydındır? Aha. Sonra deməli, rasionalla irrasionalı bir-birindən ayırt edə bildik. Bildik. Əlavə misallara ehtiyac varmı? Təzən bir də qayıdacaq. Bütün gördüyümüz ədədlər, həqiqi ədədlərdir, bildiyimiz ədədlər. Həqiqi ədədlər rasional və irrasional. Əgər ədəd kökün altındadırsa və kökün altından tam çıxmırsa, buna rasional deyəcək. Bir də bir pi ədədimiz var, 3,14 təqribi üstü, bir də y ədədimiz var, 2,71, təqribi qiyməti 2,7-dir. Buna da biz deyəcək irrasional. Bundan başqa yerdə qalan bütün ədədlərə rasional ədədlər deyilir. Ədəd oxu. Ədəd oxu, uşaqlar, bu gördüyümüz ədəd oxudur. Ədəd oxudur.
üzərində hesablama başlanğıcı və ölçü vahidi var. Üzərində hesablama başlanğıcı və ölçü vahidləri var. 0 bütün mənfi ədədlərdən böyükdür. Niyə? Ümumiyyətlə, ədəd oxunda yadınıza baxın. Ədəd oxuna üzbəüz baxdıqda sağda yerləşən ədədlər solda yerləşən ədədlərdən həmişə böyük olur. Aha. Sonra gəlir modul. Teacher, modul nədir? Burada da yazmışıq. Modulda ədəd olaraq həmişə nə çıxır? Müsbət çıxır. Aha, nədir? Nə müsbət çıxır? Deyək ki, misal verəcəm bunlara. Modulda 5. 5 çıxır. Modulda mənfi 5. 5 çıxır. Misal, başqa bir misal vereyim. Məsələn, belə bir şey verir uşaqlar. Modulda x bərabərdir 7. Soruşur ki, x-i qiymətləri cəmini tapın. Deməli, x-imiz bir mənfi 7 imiş, bir də müsbət 7 imiş. Bunların da cəmi 0 eləyir. Modulda dəyişən olaraq da ədəd olaraq da bildik. Həm mənfidən müsbət çıxır, həm müsbətdən müsbət çıxır. Moduldan dəyişən varsa, şərtdən asılı olaraq moduldan ya müsbət, ya da mənfi çıxır. Nədir uşaqlar? Əgər 2 dənə alımız mövcuddur. 1. X böyük bərabərdir 0 ise, modulda x-dən x çıxır. X kiçik bərabərdir 0-dansa, modulda x-dən mənfi x çıxır. İndi buna başqa bir formada deyəcəm. Aha. Teacher, indi dönədir. Yenə bunu tərsdə deyirəm. Əgər modulda x-dən bərabər 2 çıxırsa, deməli x-imiz neçəymiş? Nəymiş? X-imiz 0-dan böyük bərabər. Yəni, bu da qayda 0-dan müsbət sonsuzluğa. Bu verilənləri təzədən aşağıda başqa formada yazıram. Əgər modulda x-dən mənfi 2 çıxırsa, demək x-imiz nəymiş? Kiçik bərabər imiş. Bu da mənfi sonsuzluqdan 0-dan. Aydındır mı? Nə problem varsa, deyin ki, teacher, filan yerdə filan şey var, başa düşməz. Bunları misal üstündə yazmaq olar. Misaldır da, elədir. Misal budur da. Misal yuxarıdakını, aşağıdakını misal üzərinə yazdır. Məsəl üçün, verəcəm sizə eyni misallar var. Məsəl üçün, burada görəcəniz işləyəndə 78 var. Deyim, modulda x-ə bərabər ödədiyində qiymətlər çoxluğunu göstərir. Və modulda x bərabərdir mənfi x-ə bunu filan şeyini göstərir. Bu da getdi. Modula aid imtihana düşən suallar. Bunu atacağım uşaqlar sizə. İstəsəniz belə də not götürə bilərsiniz. İstəsəniz orada da nə isə bilmirsinizsə dəftərinizə qeyd edə bilərsiniz. İndi gəlir nəyə? Modula aid imtihana düşən suallar. Çox hörmətli, ağıllı şagirdlərim. Deyək ki, 2 çıxılsın kök altında 3. 2-ni kökün altında salsam, 2 kökün altında neçə imiş? 4 imiş, 2 çıxır. Kökdə 4-dən kökdə 3 çıxanda böyükdən kiçiyi müsbət edir. Müsbət edəndə olduğu kimi qalır. Olacaq 2 çıxılsın kök altında 3. Diqqət edək. Əgər 3 çıxılsın modla 11 bərabər. 3 kökün altında neçə imiş? 9 mənfi. Deməli, belə olanda uşaqlar əksdən, yəni dəyişəcək. Kökdə 11 çıxılsın 3. Başa düşdük? Nəyi başa düşmədilər? Bax, sadə bir dənə misal edirəm. Yağmur. Bax, qızım, 2 çıxılsın 3. Nə verir bizə? Modulda yoxsa? Modulda yazmışam, 2-dən 3 çıxanda. Əli yox, 2-dən 3 çıxsan. Mənfidir. Deməli, mənfi elədiyinə görə olacaq 3 çıxılsın 2, bu da 1 edir. Həqiqətən 2-dən 3 çıxanda mənfi 1, modula mənfidən də nə çıxır? 1. Amma kök altı olduğuna görə biz onu müsbətdirsə olduğu kimi çıxardan, mənfidirsə yerini dəyişir. Aydındır?
Çətin deyil ki. A. Gəl bir dənə də yüngülvari bir misalla şakalaşıq. Olar? Bir yazacağım, misal üzərində yazacağım uşaqlar. 2 çıx kök altında 5 çıxısı 3 çıx kök altında 5. Aha, heç nə demək. Əsəbləşməyin deyil. Baxın, burada nədir vəziyyət? Dedi, kimlə deyəcəm? Zəhra ilə deyəcəm. Aha. Burada müsbət alınır. Aha, qızım. Birini olduğu kimi saxlayıb, birini müsbət alınır. Aha, birini olduğu kimi saxlasan, kökdə 5, bu dəyişəcək 2. Çıx, bunu harada yazacaq? Bu ifadəni. Niyə? Çünki qabağında mənfi var deyə. Amma bu da olduğu kimi qalacaq. 3 çıx kök altda 5. Bu da bərabərdir. Kökdə 5 çıxılsın, çıxılsın. Çıxılsın. 3 üstəgəl kökdə 5. Uşaqlar. Lom üstəgəl lom. Lom üstəgəl lom 2 lom. Kökdə 5 üstəgəl kökdə 5. İkisi də A oldu. 2 kökdə 5 çıxılsın 5. İmkanı olandan neyinirik? Aydındır. Çətin bir şey demədim ki. Ha? İstəsən evdə baxıb təzdən yazarsan. Yəni belə deyirəm, izah edirəm, bir də atacaq şeyə. Bir nəyi başa düşməlidir, bir də izah edirəm. Burada mənfi olduğuna görə niyə görməyəsiniz qoyulur? Ümumiyyətlə bir şeyin qabağında mənfi varsa, bu Bədəyi babadan qaydadır. Elə şeylər var ki, onun ispatı ehtiyacı yoxdur. 2-nin üstə üçgəndə 5 edir. Niyə 2-nin üstə üçgəndə 5 edir? 2 barmaq, bu da 3 barmaq. 5. Keçmişik ki, əgər mötərizənin qarşısında mənfi işarəsi varsa, o bir ifadə. Mötərizənin içərisindəki işarələr dəyişir. Müsbətdirsə mənfi olur, mənfidirsə müsbət olur. Bəli. Ədədin tam və kəsir hissələrinin tapılması. Bax, mən izah edirəm, vaxtımız getməsin deyə təzdən bir də. İstəsəz evdə misalları təzdən götürün, vəhdənizə deyil. İndi ədədin tam və kəsir hissələrinin tapılması. Uşaqlar, müsbət ədədlərdə çox asaddır müəyyən şeylər. Mən bunları bir də deyim, baxın. Bu 2,6 Ömər. Tam hissəsi nədir? 2. Kəsir hissəsi nədir? 0,6 Mansur. 3,7-nin tam hissəsi. Kəsir hissəsi. 5,4-ün tam hissəsi. Mansur. Yaxşı, indi. Sən, Ömər. Mənfi 2,6-nın tam hissəsi. Özür deyəcək. Mənfi olanda həmişə bu özündən bir vahid kiçik. Mənfi kiçiksə mənfi 3. Baxın, burada nədir? 0,6-dır. 0,6-nı 1-ə tamamlayan nədir? Üstəgəl 0,4. Misal üçün, mənfi 3,1. Ömər deyəcək. Ömər, tam hissəsi. Mənfi 4. Kəsir hissəsi 0,9. Hacər. Mənfi 5,2-nin tam hissəsi. Mənfi 6. Aha. Bir də 0,8. Az 0,8. Kim başa düşmədi? Aynı. Mənfi 3,9-un tam hissəsi. Kəsir hissəsi. Offer. Misal verirəm. 2 dənə. Deyil məsələn, mənfi tutum %29. İndi özümə dedirtdirəcəm da, elə. İndi deyir ki, teacher, birinci müsbətin deyil. 3,29-un tam hissəsi, kəsir hissəsi 0,29. Müsbətdə olduğu kimi. İndi mənfi 3,29-un tam hissəsi özü deyəcək. Mənfi 4. 0,100-də tamamda 100-dən 29 çıxırsan elə. 71. 0,100-də 71.
Understood? Problem yoxdur ki. Aha, bu belə. Keçə bilərəm. Bax, deməli, tapdıq müsbət ədədin tam və kəsr hissəsinin tapılması, mənfi ədədin tam və kəsr hissəsinin tapılması və teçini. Uşaqlar, bu imtihana kökaltının ancaq tamı düşür, kəsr hissəsi düşmür. Amma burada qayda yazılmışam. Kəsr hissəsi veriləndən nəyə çıxmalıyam? Kəsr hissəsini tapmaq üçün veriləndən tam hissəni çıxmaq lazımdır. Anladığında əslində mən nömrə telefon işlətməyin tərəfdarı deyiləm, amma alternativ nömrə, ikinci nömrə hamı qrupda var da. Atacam, qəşək buna bir dəfə də neyniyək? Qulaq asaq. İndi gəlirik. Kökaltı ifadənin tam və kəsr hissəsinin tapılması. Vaqif. İstəyirsən vəcəsi. Vaqif. Deməli, kök altda 5. 5-dən kiçik hansı ədəddən kök çıxır? Ha? 4-dən nə çıxır? 2 tam ürəyin nə istəyir yaza bilərsən. 2 tam onda 1. Bunda tam hissəsi onda nə oldu? 2. Yaxşı, kök altda 3. İsmail. 2-dən çıxmır, 1-dən çıxır. 1 tam nə bilim, ürəyin nə istəyirsə. Deməli, tam hissəsi 1. Bir dənə də bir şey yazın. 3 kökdə 2. Pərvanə. 3 kökdə 2-ni, 3-ü kökə salıram, 9 2-yə vururam. Kök altında 18. Aferin, deyəcək, 3 tam adam bizi çaşdırır. Birdən çaşıb 3 yazarsınız deyim. Uşaqlar, 3-ü birinci kökün altına salırıq. 9 vurulsun 2. 18. 18. 18-dən də kiçik 16-dan çıxır 4. 4 tam. Deməli, tam isə 4. Aha, indi gör hala gəldi. Gülüm gör nədir? Deyəcək, bəs bunun kəsir hissəsini tapanda deyirik kök altının? Dedik, verilənlər tam hissəni çıxmaq lazımdır. İndi bunun kəsir hissəsini tapmaq üçün verilən nədir? Kökdə 5-dən çıxmalıyam 2-ni. Bunun kəsir hissəsini tapmaq üçün kökdə 3-dən çıxmalıyam 1-i. Fidan, bunun kəsir hissəsini tapanda verilən nədir quzum? Ay sağ ol. Deməli bizim 3 kökdə 2-dən çıxmalıyam 4. Kəsir hissəni tapmaq üçün Dərya, ümumiyyətlə veriləndən ülfət tam hissəni çıxmaq lazımdır. Əslində var, ha, bəxtlərin burada bir söhbət edirdik, bax. Bunlar yadda qaldı. Aha, dediyim kimi yenə istəyirsiniz, ya gözlüyüm dəftərinizə qeyd edin, ya evdə qeyd edin. Hansını istəyirsiniz? Aha. İndi bax, bəxtlərin bir söhbət var idi, dedik 2,6-ın tam hissəsi nədir? Nə idi tam hissəsi? 2. Kəsir hissəsi nə idi? Həqiqətən bax, kəsir hissəni tapanda verilən 2,6-dan 2 çıxsam, edir 0,6. Yəni, o oradan gəl, burada görmək olur. Amma kök altda 5-dən onu edə bilmirsən də, görə bilmirsən. Məcbursan kökdə 5-dən 2 çıxır, verilən kökdə 5-dən də 2-nin çıxanda edir tam hissəsi. Və bir dənə mırçıqlı bunu yazaq, mənfi 3,2-nin tam hissəsi nədir? Demək, kəsir hissəni 0,8, amma həqiqətən də bax, kəsir hissəni tapanda veriləndən mənfi 3,2-dən mənfi 4 çıxıram. Mənfi 3,2 üstə gəl 4. Aydındır? Çətin bir şey yoxdur ki. Vəssalam. It is very easy question. Hə, əziz teacherimiz, gəlirik bura. Nə imtihanda? Düşən suallardandır. Uşaqlar, bunu sırf ədəd üzərində verəcəm ki, ailə qızımız da yaxşı-yaxşı başa düşsün. Məhəmməd. Məhəmməd idin da? Mən? Aha, Ayxan idim. Ayxanı bağışla. Soyadı nədir? Alı? Məhəmməd Quliyeva. Məhəmməd Quliyeva. Yavaş-yavaş öyrənəcəm.
Deməli, baxaq indi buna. Ay Davud. 3 dənə şərt verir. Bir verə bilər ki, 3 ədədindən 7 byte məsafədə yerləşən ədədi tapın. Bir verə bilər ki, 3 ədədindən 7 byte kiçik məsafədə yerləşən ədədi tapın. Bir də deyə bilər, 3 ədədindən 7 byte böyük məsafədə yerləşən ədədləri tapın. Eşitirik, İlqar. Bunları tapanda 3 halın üçünə baxır. 1. 3 ədədindən 7 byte məsafədə olan ədədi tap deyəndə 3-dən bir dəfə çıxacam. 3-dən çıxıram 7-ni. Mənfi 4. 3-ün üstə 7 gəlirəm. 10. Deməli, mənfi 4. Bunun amma içərisi dolu. Bir də 10. Bu da dolu. Deməli, 3 ədədindən 7 vahid, eləcə bax bu sözdür. 3 ədədindən 7 vahid məsafədə yerləşən ədədlər hansıdır? Cavabımız olacaq. Mənfi 4. Mənfi 4. Belə yazaq. Bir də 10. Başa düşdük? Yusuf. İkinci bir şey deyirəm. İndi deyir ki, 3 ədədindən 7 vahid kiçik məsafədə tapın. Bir dəfə çıxdım yenə. Bir dəfə də topladım. Mənfi 4 daxildir. Bax, bu aralıq götürülür. Cavabımız nə olacaq? 3 ədədindən 7 vahid kiçik məsafədə tap deyəndə mənfi 4-dən 10 olacaq. Yəni, o aralıq nədir? 3 ola bilər, 5 ola bilər, 8 ola bilər. Aynı. Bir də qızım, üçüncünü soruşur. 3 ədədindən 7 vahid böyük məsafədə yerləşən ədədi tapın. Onda nəyə tapacam? Mənfi 4, 10, kənar. Bilik bilir. Bura nədir uşaqlar? Mənfi sonsuzluqdur. Burada müsbət sonsuzluq. Bax, bir şeyə qaydım gəlir. Bax, həmişə yadınızda saxlayın. Ədəd oxunda bura sol tərəf həmişə mənfi sonsuzluqdur. Sağ tərəf həmişə müsbət sonsuzluqdur. Aha. Deməli, burada cavabımız nə olacaq uşaqlar? Mənfi sonsuzluqdan mənfi 4-ə birləşir. Ondan müsbət sonsuzluğa. Təzdən bax deyilər. 3 dənə qayda soruşa bilər. Hansı vahid məsafədə yerləşir? Fatmə. Kiçik vahid məsafədə yerləşir. Xədicə böyük vahid məsafədə yerləşir. Onda hansı vahid məsafədə yerləşir deyəndə bir dəfə çıxıram, bir dəfə toplayıram. Odur. Kiçik vahid məsafədə deyəndə əmrədən aralıdır. Böyük vahid məsafədə deyəndə kənarlar. Süleyman, problem var. Çətindirmi? İndi gəldən bura. Ədəd oxumda A və B nöqtələrindən eyni məsafədə yerləşən ədədi tapın. 2 dənə ədəd verib bunu çıxardıq. Ədəd oxum məsəl üçün 3 və 7-dən eyni vahid məsafədə yerləşən ədədi tapın deyəndə 3 üstə gəl 7 bölünsün 2, 5, bu da bilmiş olur. Bala qulaq asın. Uşaqlar, bir var ədəd orta. Hələ ki ədəd orta. Bunu 4-cü sinifdə də keçmişsiniz. Verilən ədədlərin cəmini onların sayına böləcək. Misal üçün, 3 və 9-un ədəd ortasını tapın. 3 üstə gəl 9 bölü 2. 12 bölü 2, 6. Nə bilim, 3, 7, 11 ədədlərin ədəd ortasını tapın. 3 üstə gəl 7 üstə gəl 11 bölünsün 3. Bu dedik 21 bölü 7. Sinifdəki uşaqların yaşlarının ədəd ortasını deyək ki 20 nəfərik. Topladıq, yaşları oldu 300. 300-ü böləcəm nəyə? 20. Orta yaş 15. Bu arada mən də sizə görə zamanlaşmış oluram. Aha. İndi gəldik həndəsi orta. Həndəsi orta nədir uşaqlar? Həndəsi orta 9-cu sinif proqramında yoxdur. Amma mən deyirəm ki, gələcək həyatınızda çətinlik çəkməksiniz. Burada bir dəfə işlərsiniz, sonra bir dəfə işlərsiniz, sonra bir dəfə oturursunuz. Nədir? 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 Sərxan. Bax, 2 və verib 8. Həndəsi ortasını tap.
Neçədə nədir ədəddir? 2 dənədir. Bura say bilirsiniz də, kök altda yazmırlar. İndi elə belə yazıram. 2 vur 8. 16-dan da nə çıxır? 4. 3 və 27-nin həmdəsi ortasını tapın. 3 dəfə 7, 81, 81-dən 9. İndi başqa bir şey deyirəm. 1, 2 və 32. Deməli, bura nəyə yazacağım? Neçədə nədir? 3 dənə, 1 vur, 2 vur, 32, 64, çox şart çaşıb, 8 yazır. Amma nədir ki, 3 dəfə bir-birinə vuranda 4 deyil, 64 deyil, 4. Bu da belə. Hə, bu elə belə dedim ki, müəyyən bir bilgimiz olsun. Teacher'ni həndə əsas məsələ həndəsə ortasızla qoyulur kənara, ədədin standart şəkli. İmtihana düşən sual, %100 bir sual gəlir. Nədir? Nədir? Ümumiyyətlə bir şeyin tərtibi və qiymətli hissəsi olmaz, mütləq ədəd müsbət ədəd olmalıdır. Bax, el bərabərdə A vur 10 üstü N. Elimiz həmişə böyük olmalıdır sıfırdan. Amma qiymətli hissədir. Qiymətli hissə uşaqlar 1 ilə onun arasında olmalıdır. Nə? Bunun adı qiymətli hissə. Tərtib isə həmişə onun arabası var, onun üstündə olan götürülür. Birdən onun dəndə qonşunun, onun, bunun yox, o 10 var, ha, yazılır, 10. Rəqəm deyil, 10 natural ədəddir. Rəqəm 9-a kimindir? 10 natural ədədin üstündəki. Deyirsə, for example, 2 vurulsun 10 üstü 5. Qiymətli hissə tərtib 5. İndi teacherlik başqa suallar verir. Bunu Günəş həzrətləri bizə desin. Günəş. Hadi. Özür dilerim. Qiymətli hissə neçədir? Bilirsən ki, burada bir dənə vergül var. Normalda yazmırlar. O vergül gətirib hara qoyacam? 30-un yanına qoya bilərəm? Yox. Deməli, 3 vur. 10 üstü neçə? 1, 2, 3, 4, 5. 10 üstü 5. Deməli, qiymətli hissəmiz nədir? 3. Tərtibimiz? Adı nədirsə? Səccad. Gözümün ışığı. 21, burası 0, 0, 0. Bir dənə də 0. Bunun mənə qiymətli hissəsini de və tərtibini de. Qiymətli hissəsini deyim mən deyim. Bəli. Tam sıfırda. Dedik, qiymətli hissə 1 ilə onun arasında olmalıdır. De. Müəllim 21 götürər. 21. 21 1 ilə onun arasında yerləşir. Gülüm desin. 21 vursun 10 üstü. Kızım, deyirəm, bax 1 ilə onun arasında. Müəllimə deyə bilərəm. De. 2 tamamda 1 vur. Bax, bu vergülü gətirib qoyacaq. Bax, bu gördüyünüz vergülü qoyacaq. Belə olanda uşaqlar, 2,1 vur onun üstündə. Bunun arasında 1, 2, 3, 4, bunu mənfi 4 yazırıq. Niyə mənfi 4 yazırıq? Əgər sağdan desəydi, müsbət 4 yazacaqdı. Bax, dostlar, 21, şagirdlər, bax, buradadır. Əgər belə olsaydı, bu vergülü buradan aparsaydı, olacaqdı 2,1 vurulsun 10 üstü 4, onda müsbətdir. Amma soldan sağa gələndə onun üstə mənfi yazılır, Fatoş. Aha. Deməli, bunun qiymətli hissəsi nədir? 2,1. Tərtibi nədir? Mənfi 4. Gəl, Fatmə qızıma bir dənə eşşək, bir dənə çətin sual verim. Bu başa düşdü? Bırak. Tamam, bir dənə qəşəng sual verirəm. 3 vur 2'nin üstü 5. Qiymətli hissəsinidir, tərkibinidir. Kim deyə bilər vəbşi? Sərxan. Qiymətli hissə 3, tərkib hissə 5.
Bayaqları qayda yazdırdım ki, mənim sözümün ayı parçası bir şeyin qiymətli hissəsi olması üçün bir ilə onun arasında olmalı şey olmalıdır. Tərtibi də nəyin üstündə olmalıdır? Əsnad. Onun üstündə. Onun üstündədir. Ama orada De. 5'e vurur ki ya. 3 vur, ayısı ol. 2'nin üstü 5, 32 edir. Bu dedik 96. 96'nın da qiymətli hissəsi 9,6 vur. 10 üstü 1. Başa düşdünmü? Deməli, qiymətli hissə hissə 9,6 tərtibi 1. Aydındır mı? Bax, təkrar deyirəm. Vallahi bunu elə gözəl deyirəm ki, Səbinə. İndi bu adamın yadında mümkün deyil ki, qalması. Gülər. Deyirəm ki, gülərsən də, deyirəm ki, ümumiyyətlə bir şeyin tərtibi olması üçün, qiymətli hissəsi olması üçün bu ifadə müsbət olmalıdır. Və sonra deyirəm ki, qiymətli hissə birlə onun arasındadır. Tərtibi isə həmişə onun üstündə olan olmalıdır. Aydan. Aydan. Aysel. Aysel'i sellər aparmasın. Amin. Başa düşdük? Ben. Məsud. Başa düşdük? Aha. Ha, bir də uşaqlarım. Badəcə vaxtdan keçirsiniz. Hasilin sıfıra bərabər olması üçün mütləq nə olmalıdır? Bunlardan biri və yaxud da hər biri ayrı-ayrılıqda sıfır olmalıdır. Bu elə belə bilmiş olduk. Qoşma. Daha bu Azərbaycan dilində qoşma, bağlayıcı, belə o söhbətlərdən deyil. Uşaqlar, baxın. Məsələn, bizə desək ki, məxrəci irrasionallıqdan azad edin və s. belə misal verirəm. Misal, 6 bölünsün kökdə 2. Deyir ki, məxrəci irrasionallıqdan azad edin. Yəni, məxrəci qoşma. Qoşma sözünün mənası o deməkdir ki, onu irrasionallıqdan azad edin. İndi bunu irrasionallıqdan azad edin deyəndə qoşmasından vuracağım. Bu da bərabərdir 2, 6 kökdə 2, bu da 3 kökdə 2. Və yaxud, şagirdlər, başqa bir misal da verim mi? Misal, 8 böl kökdə 5 çıxılsın kökdə 3. Məxrəcini irrasionallıqdan azad et. Neynəyəcəm? Adı neydi? İsmail. Soyadı? Xudavəli deyil, İsmail. Nəyə vuracam? Ben 8'i vuracağım. Yox. Qoşması nədir kökdə 5 çıxır kökdə 3-ün? Bax. Aydındır. Nəyə vuracam? Kökdə 5 çıx kökdə 3. Kökdə 5 bölüz kökdə 3. Kökdə 5 bölüz kökdə 3. Bərabərdir. Aşağı A çıx B, A plus B'nin düsturdur. Kökdə 5'in kvadratı çıx kökdə 3'ün kvadratı 8 vurulsun kökdə 5 plus kök altda 3 bərabərdir. 8 vurulsun kökdə 5 plus kökdə 3 kökdə 5'in kvadratı 5 çıxılsın 3 bərabərdir. 2'də 8 vur kökdə 5 plus kökdə 3 bu da bərabərdir. 4 vur kökdə 5 plus kökdə 3 başa düşüldü? Aha. Hələ başa düşəcək. 2 dənə burada fıstırıq qaydamız var. Nənəm buna fıstırıq deyirdi. Bu 2 dənə fıstırıq qaydanı keçə bilərəm. Görüm təzə mahnının başlayıqdan nə var? İşığızla çıxarırdım. Qaranlıqda saxlayacaq ki, bu işığızla çıxarırdım. Qəşəng olsun. Sən Xədicə ilə oxuduq, düzdür mü Xədicə? İnşallah görüm də. Buradan anons edirəm ki, gələn həftənin 2-ci günü şok. İmtihan. Naqdar ədədlər, çoxluqlar, adonluq kəsir, faiz nisbət tənasüb, həndəsən əsas anlayışları, həqiqi ədədlər. Bəli. İndi 2 dənə bunu deyirəm, uşaq, 2 dənə qaydamız var. Yadınızda saxlayın. Əgər kökün də dərəcəsi 2, içərisindəki ədədin də üstü cütdürsə, bu modullar çıxır. Modulda
Siz də bilirsiniz ki, A böyükdür 0 olanda modulda da A kiçikdir 0 olanda modulda da mənfi A çıxır. Bir də sizə bir şey deyirəm, bunu heç kimə deməyin, ha. Əgər istəyir A böyükdür 0 olsun, istəyir də A kiçikdir 0 olsun, tək dərəcədən nə çıxacaq? A çıxacaq. Gəlin sən 4 dənə misal verin. Birini Ömer İbn, maşallah ne söylemir ben valla. Bir Ömer, 2 Ömer, 3 Ömer, 4 Ömer, 5 Ömer. Aha. Bakın uşaqlar, 4 tane misal verəcəm. Elə bu Ömerlər desin. Ömer İbn el-Mömin. A böyükdür 0'dan, 4-cü dərəcədən A üstü 4. Nə çıxacaq bizdə? Deyəcəm müəllim, modulda A çıxır, A da 0'dan böyük olduğuna görə A. Ömer İbn el-Həzrətləri, tarixin atası. 6-cı dərəcədən A üstü 6. Orada modda aslında. Orada mənfaat aslında. O bir Ömer. A böyükdür 0'dan, 3-cü dərəcədən A üstü 3. A çıxacaq Ömer, o birisini də sən deməlisən. A kiçikdir 0'dan, 5-ci dərəcədən A üstü 5. Nə çıxacaq? A 0'dan kiçikdir. Xeyr, müsbət abi, qayda yazdırdım baxın. Tek dereceden yumuşamış. Qızım, tək dərəcədən nə olur olsun özü çıxır. Dərəcəsi də tək olsa, bax, burası da təkdir, burası da belədirsə, belə. Burası da belə, burası da belədirsə, belə. Aydındır. Dərsimiz finişi ilə 1-dən 127-yə kimi tapşırıq verəcəm. İnşallah o tapşırıqları da yazanda möhkəmlədəcək, ondan sonra yenə bir 50 dənə. Bugünkü dərs izahımız sona çatdı. İmzamı atım. Sağ olun.